ən çox yayılmış mədə-bağırsaq pozğunluqları virusların payına düşür və bu 60-70%-ə yaxın gastroenteritlərin əsas səbəbləridir. Ən çox törədiciləri rotavirus infeksiyaları, adenovirus infeksiyaları, astroviruslardır, bir də kalsik virus infeksiyalarıdır. Valideynlər bəzən buna ciddi yanaşmırlar və həkimə müraciət etmirlər. Özləri evdə bildiklərindən eləyirlər və xəstəxanaya müraciət edəndə xəstənin vəziyyəti daha da pisləşmiş olur. 6 ay 2 yaş arasında olan uşaqlarda bu patologiyalar daha ağır fəsadlara səbəb olur. Ən yüngülü, ən tez-tez rast gəlinən adenovirus enterokolitidir. Bu 6 ay kimi uşaqlarda daha çox rast gəlinir. Fekal-oral yolla bulaşıq əllərlə yayılmaq ehtimalı daha çoxdur. İnkubasiya dövrü 5-7 gün çəkir və bağırsaq pozğunluğu 6-9 günə kimi çəkir. Xəstəxana şəraitində müalicə olunması daha çox məsləhətdir. Ən çox ağırlaşmaları dehidratasiya olur. Belə xəstələrdə nədisin sayı çox olur, qusma ilə və yüksək temperaturla xəstəxanaya müraciət edirlər.